ki, adenin qarşısında səsi bağla müəllimə oradan. Mən xırda rabitə yaratmağa çalışacağam. Guanin, sitozin, tutaq ki, timin, burada da ayrı-ayrı məsələlərə toxunacağıq. Adenin, hə? Komplementarlıq prinsipinə uyğun olaraq adenin qarşısında həmişə timin, guanin qarşısında həmişə sitozin dayanır. İki zənciri bir arada saxlayan adeninlə timin arasındakı nələrdir? Guaninlə sitozin, yəni azot əsasları arasında yaranan hidrogen rabitələridir. İndi sizə sual yenə müxtəlif cür verə bilər. Bunu çəkməkdən bir təhər oldum. Sualı müxtəlif cür verə bilər müəllimlər. Verə bilər ki, adenin azot əsası zəncirin əvvəlində gələrsə, neçə rabitənin yaranmasında iştirak edər? İndi bir dəqiqə buranı da artırım. Baxın, 1, 2, 3 rabitənin yaranmasında. Özündən qabaqki timinlə 2 hidrogen, bu tərəfdən də kovalent rabitə ilə 3 rabitənin. Bunun ikisi hidrogen rabitəsinin payına, biri kovalent rabitənin payına düşür. Bəs zəncirin ortasında gələn, tutaq ki, timin ya adenin fərqi yoxdur da bilirsiniz. Azot əsası yenə 3 dənə. Nə dəxli var? İstəyir zəncirin əvvəlində söhbət azot əsasından gedir. Nukleotiddən yox ha, azot əsasından gedir. Azot əsası 1, 2, 3. 1, 2, 3. Aydındır? Yox. Nukleotid desə, indi fikir verək. Adenin azot əsaslı nukleotid, yəni bu. Adenin azot əsaslı. Bilirsiniz də, nukleotidlər yalnız azot əsaslarına görə fərqlənirlər. Buralar hamısı nədir? Hamısında eynidir. Karbohidrat və haşit əlaqələrinə görə eynidir. Amma fərq yalnız burada yaranır. Azot əsaslarında. İndi baxaq. Adenin azot əsaslı nukleotid zəncirin əvvəlində gələrsə, neçə rabitənin yaranmasında iştirak edir? Söhbət kənar rabitənin yaranmasından gedir. Baxın. 5. Niyə? 1, 2, 3. 3. Adenin nukleotiddən söhbət gedir. Adenin nukleotidi bax bura. İkisi buradan, biri də buradan da. 3 dənə rabitə. Düzdür? Bəs zəncirin ortasında olsa, nətər idi burada vəziyyət? Burada belə idi də vəziyyət, düzdür? Burada belə idi vəziyyət. Bəli. Burada isə 2 bu, 3, 4. Özündən aşağı və özündən yuxarı ilə. Zəncirin ortasında gələrsə adeninlə timin 4 rabitənin yaranmasında iştirak edir. Bunun ikisi hidrogen rabitəsinin payına, ikisi nukleotidlər arası kovalent rabitənin payına düşür. Yox, zəncirin axırında və yaxud da başında gələrsə 3 rabitənin yaranmasında, 2 hidrogen, 1 kovalent rabitənin yaranmasında iştirak edir.